Prometein ikinci hissəsinə başlayaq. Birinci xatırlamağa çalışaq ki, əməliyyatımız harada qalmışdı. Biz əməliyyatları yekunlaşdırdıq, bitirdik. İndi isə Prometein Altınoğlu ilə olan əməliyyatlarına baxmamız lazım. Ayın 5-də Prometein şirkəti Altınoğlu şirkəti arasında 300.000 manatlıq müqavilə bağlanıbdır və alış müqaviləsi bağlanıbdır. Müqavilənin adı. Ayın 6-sı isə dəyərin 50%-ni əvvəlcədən ödəmək şərti ilə $20.000 dəyərində quru meyvələr bu datuma, yəni Incoterms qaydasına tip bakı olaraq Bakı Baş Gömrük İdarəsinə çatmışdır. Biz elə burada tarixi biraz düzəliş verməmiz lazımdır. Necə? Əgər avans ödəyiriksə, ən azından o avansı ayın 5-i ödəməmiz lazımdır ki, çünki 6-sı mal gəlibdir. Ortada bir gündə olsa fərq olsun. Amma reallıqda belədir ki, Türkiyədən bizə sifariş veriləndən sonra, avans ödəndən sonra malın gəlməsi hardasa 5 gün və 1 həftə civarında çəkir. Çalışmadır, o nəzərdən qaçıbdır. Amma bizim birinci edəcəyimiz əməliyyat nədir? Burada nəyi müəyyənləşdirməliyik? İlk öncə müqaviləni bağlamaq üçün Altınoğlular şirkətinin qeydiyyatını aparmamız lazım. Gəlirik müəssisə, kontragentlər, Prometein şirkəti, tədarükçülər. Tədarükçülər papkasının içərisində birbaşa da Altınoğluları yaza bilərəm. Xarici tədarükçülər deyə bir qovluq yaradıb, onu da içində edə bilərəm. Baxır, sizin neçə dənə xarici tədarükçünüz var. Çoxdursa, qarışdırma ehtimalınız varsa, yeni bir qovluq yaradıb, onun içərisində aparmağınız məsləhətdir. Əlavə et deyirəm. Altınoğluları AŞ hüquqi şəxs olaraq saxlayıram. Yazmaq deyirəm. Və hesab və müqavilələrinə gəlirəm. Hesab və müqavilələrində birinci müqaviləsinə düzəliş verəcəm. Prometein MMC-dir, Altınoğluları şirkətidir, kontragentin adı. Adlandırmamız nə idi? Alış müqaviləsi idi. Alış-satqı müqaviləsi olaraq. Alqı-satqı yazdığınız zaman bir kontragentlə həm alış, həm də ona satış edəcəyin zaman baş verir. Qarşılıqlı ikili əməliyyat baş verir orada. Yaza da bilərsən, belə də ki, Azərbaycanda ona çox takılan yox. Müqavilə növümüzə gələk. Biz bu şirkətdən nə əldə edəcəyik? Mal. Yəni, bu bizim təchizatçımızdır. Buradan yalnız və yalnız təchizatçını seçəcəyik. Bağlanma tarixi ayın neçənci tarixidir o? Dekabr idi də, düzdür? 05 12 2025. Və tarixində bir illik bağlayaq. Elə 31 12 2025. 31 12 illiyə qaç il? 26 eləyək də. Tamam. Müqavilənin məbləği artıq bizdə mövcud olduğuna görə 300.000 manatı qeyd edəcəm. Xarici müqavilə olduğuna görə ədəbi hissəsi də yoxdur. Müqavilə üzrə, baxın, burada qarşılıqlı hesablaşmalar deyil uşaqlar. Orada mən müqavilədəki 300.000 üzərinin əməliyyat aparmayacağıma görə, hər partiya üzrə əməliyyat aparacağıma görə hesablaşma sənədi üzərindən aparım əməliyyatımı. Qarşılıqlı hesablaşmada da alqı-satqıdırmı, icarədirmi, kapital qoşulurmu, xidmətdirmi seçə bilərəm. Mən alqı-satqı seçdim. Buyur. Müddəti. Yəni, təhvil təslim müddəti falan. Rentabeli. Bu dəyişdirə bilirsən də, bu standartını verib. Sən bunu istəsən 90 qeyd edin. Neçə müddəti bu? Bəli. Qarşılıqlı hesablaşmanın müddəti də olur. Yəni, mən istəyirəm. Bu sənədi, pulu, yəni hesabı bağlayacağım müddətdən gedir söhbət. İnformasiyaları qeyd etdim. OK deyirəm. Müqavilə hazırdır. Xarici təşkilatın bank hesabına yazmaq istəyirəm. Əlavə etdim. Hesab nömrəsini uydurdum. Mən keçən dərs birinə Ziraat Bank yasamal əlavə etmişdim. Xatırlayırsınız? Eynən həmin bankı da götürdüm. Birinə də həmin bankı götürdüm. Amma bu olsun da.
Yox, bu hesab olmasın. Bu hesab olmasın. Hesabın olmama səbəbi nədən ibarətdir? Bunları silib. Burada yeni bank yaradacağım. Buna var bir fikir. Unuttun mu? Ha, bu bank hesabı ya. Yes, yes. Yəni davamını gedir. Yox məncə. Ben yemek istedim tatlını asıyordum. Hə. AZN hissəsini düzəltməm lazım uşaqlar birinci. Çünki mən əməliyyatımı xarici valyutada aparacağım da, xarici köçürməyəcəm dollardan. Dolları seçəcəm. Bankımı seçdiyim zaman da, yəni eyni bankdan bir dənə əlavə eləyəcəm. Deyək ki, alt rəqəmli bir dənə kodum olsun. Türkiyədə nə var? Yapı kredi var. Yapı kredi İstanbul Maltepe şubəsi. Onun yok. Temsil yapıyorsun. İnşallah Maltepe'de bir dənə var heç olmasa. Niyə Maltepe gəldi? Onu da bilmədim. Ya. Hı -hı. Bir dəqiqə üzr istəyirəm. Düzəlişə baxım. Deyəsən bunun valyutasını seçməyi unuttum. Valyutası var mı bunun? Ha, seçmişəm. Müqbil hesab. Bəli. Yasamalı nə seçirəm ki, Türkiyəyə göndərəcəm pulu. Okey. Kontragentimin hesab və müqaviləsində hazırladım. Təsdiq verirəm. Artıq kontragent hazırdır. Mən indi kontragent üzərindən əməliyyatımı apara bilərəm. Bu kontragentə mən pul göndərməm lazımdır. Mənim pulumsa 118.000 manat bankdadır. Amma manat hesabındadır. Bankda, doğrudurmu? Mən pulu hardan götürəcəm? Dollar hesabımdan götürəcəm. Ona görə pulu konvertasiya etməm lazımdır. Baxaq görək birinci əməliyyatlarımızda konvertasiya üçün xüsusi harca yer. Uşaqlar, birinci pulumuzu konvertasiya edək. Şərtimizə baxaq görək hansı valyutanı, hansı kursdan almışıq biz valyutanı? 1.70-25'dən almışıq. Bunun üçün bizə lazım olan vəsaitimiz nə qədərdir? 17.025 manat pul lazımdır. 10.000 dollar almaq üçün. Və gəlirəm əməliyyatlar, əllə daxil edən əməliyyatlar. Promote şirkətini seçirəm. Əlavə et. Tariximiz ayın 5-idir, düzdürmü? Evet. 05-12-2025. Altısında mal gəlibdir, elə müqavilə günə də avansını ödənişini yazmaq istəyirəm. Onun üçün konvertasiyamı həmin tarixə salıram. Əlavə edirəm. Mən konvertasiya etmək istəyirəm. Müxabirləşməmi necə verə bilərəm? Düşün uşaqlar. Mən pul dəyişmək istəyirəm. Manatımı dollara çevirmək istəyirəm. AZN-im var da, Türkiyəyə AZN göndərə bilmirəm abi. 0.1'dən deyəndə azaldırsan da 223 hesablaşma hesabı seçdim. Bank hesabıma gəlirəm. Mənim ancaq AZN bankım var da. Onu da seçdim. Nə qədər pul göndərəcəkdim? 17.025 manat. Hara göndərəcəm bəs? Yapı kredi marketi. Yapı kredi İstanbul'da çıktı ya. Yox, hələ mənim bir pul mənim hələ bir dollar hesabıma düşsün ki göndərim də. Oldu var. Mən bunu Son maliyedir yani. Bir okul market. bax siz bunu belə birbaşa göndərə bilməzsiniz. Siz burada birinci 222 nömrəli hesabı açmalısınız. Yolda olan pul köçürmələri. Yolda olan pul köçürmələrinə bu rəqəmi göndərməlisiniz. Bunu artırmalısınız. Daha sonra yolda olan pul köçürmələri azalmalıdır. Nəyə artırmalıdır? 223.2 hani 2 valyuta hesabı.
Mənim valyuta hesabım varmı? Yoxdur. Mənim şirkətimi keçirəm əlavə etməyə. Dollarla hesabımı açıram. Hansı bankda açaq dollar hesabımız? İstəyirsiniz başqa bankda açaq. Əlbəttə. Eyni bankda da aça bilərik, başqa yerdə də aça bilərik. Başqa bankda açdıq dollar hesabımı. Eğer benim bağlayacağım başka bank, bir banktan başka bankta Zaten xaricə köçürmə eləyəcəm. Dollardan ölkə daxil ticarət apara bilmərsən. onu bilemem. Ha. Burada indirim oldu. Heç nə dəxli var ki? Sən öz sertifikatını sən köçürmələrdə komissiyaya görə istəmirsən. Ha. Bu ölkə xarici köçürmədir, heç ölkə daxilidir. Zaten komissiya olacaq yəni, istənilən olacaq. Standart mı bu? Bəli. Bank xərcləri. Hələ ki xərc seçməyəcəm. Çünki xərcli əməliyyat yoxdur. Rəqəm nə qədər getdi ora uşaqlar? 17.025 mi? 17.000 manat. Çünki 10.000 dollar almadı. 10.000 dolların Azərbaycan Respublikası Mərkəzi Bankındakı qarşılığı nə qədərdir? 17.000. Bəli. İndi buna bir dənə təsdiq verirəm. Dövrəyə qalıq cədvəlində sizə bir şey göstərmək istəyirəm. 222 nömrəli hesabın qalığına baxın. 25 manat. Yəni, hələ mənim o aralıq hesabımda 25 manat gözləyir. Amma mənim bank hesabımdan çıxır. 25 manat aktivin yeri dəyişməsindədir. Səbəb nə üçündür? Çünki mən hələ bu əməliyyatı xərcləndirməmişəm. O 25 manatı xərcə tanımamışam. Bir dənə sətir əlavə edəcəm. Yenə 222 nömrəli hesabım azalacaq. 25 manat. Əvəzində nə olacaq? 751. Baxın hesablar planında 731 nömrəli, buradan baxın istəyirsiniz. Sağ əməliyyat xərcləri var. Ora və yaxud da 751-də görə burada konvertasiya xərci görürsünüz. Ben maliyyə xərcliyorum 750. Bəli, bu maliyyə xərcidir. Bizə sağ əməliyyat xərclərinin içərisində konvertasiya xərci lazımdır. Açıram, bank xərclərini seçirəm və buradan baxıram. Komissiya, cərimə, faiz xərcləri, bank xidmət haqqısı. Kames. Yox, burada yenisini əlavə edəcəm. F9 konvertasiya xərci. Niyə belə oldu ki bu? Yarattım və seçdim. Eyni zamanda 25 manat əlavə elədim həmin hissəyə. Və OK deyirəm. Əməliyyatı ESK-dən çıxdım. Yeniləmə verdim. Artıq 25 manat yoxdur. 25 manat hardadır? 731. 731-də vurdum, baxam görəm nə əməliyyatıdır? Konvertasiya xərcidir. Yəni xərc hesabatımı da buradan görə bilirim. Artıq mənim balansımda 2 dənə manat hesabı var. Bank hesabı var. Biri hesablaşma hesabı, biri də valyuta hesabı. Valyuta hesabımda 17.000 manat, yəni 10.000 dollar olaraq var. Bank hesabımda isə 100.975 manat var. İndi mən növbəti əməliyyatı apara bilərəm. Nə edə bilərəm? Altın oğullarına avansı köçürdə bilərəm. Avansı mən bank əməliyyatını aparacağım. Gəlirəm bank. Və vəsaitlərinin silinməsinə dair ödəniş tapşırığına baxaq görək. Necə göstərir? Müasirətənə ödəniş yaxşıdır. Amma bu xarici köçürmə olduğuna görə gəlin bunu şeylə vuraq. Bank göndərilən ödəniş tapşırığı ilə əlavə et, müasirətənə ödəniş. Bu daha yaxın. Əslən. Əməliyyatı başdan göstərirəm bir də uşaqlar. Bank göndərilən ödəniş tapşırığı. Əlavə et, həmişəki kimi. Kimə köçürməliyəm pulu? Bax, görsən amma bu avans ödəniş eləmək istəyirəm. Amma birbaşa müasirətən ödəniş istəyirəm.
Çünki tarix olaraq hələ mənə malın alışı yoxdur axı sistemimdə. Ona görə köçürəcək pulum gedib avansa düşəcək. Gəlin əməliyyatı işləməyə. Tarix 05-12 Yine müqavilə olan 2025, bəli. Alan şirkət kimdir? Bəli, Altınoğludur. altında ben. AŞ. O ne değil. Emimci kimi şeydir. Kullanma aşırı ha. Allaha dua elə ki, o yazdan sonra AŞ-ni görəsən. Orada müəssisənin fəaliyyət göstərdiyi bütün fəaliyyət növlərini şirkətin adını qabağına yazın. Bakmışsın olur. Baxın uşaqlar, bank hesabı məndə göstərir Rabitə Bank ASC mərkəz filialı. Birinci girirəm onu dəyişməyə. Mənim bank hesabımı açmışdım axı burada paşayla. Əməliyyatım. Valyutanı seçim. Aha, indi valyuta hesabım gəldi. Gördünüz uşaqlar? Yuxarıda birinci bank hesabından valyuta hesabına dəyişdim. Ondan sonra hesabım gəldi. İndi Altınoğlu'nun hesabına keçirəm. Onun da yaxın kredi hesabı gəldi. Biraz bundan qabaq yox idi. Seçdik. Məbləğimiz 10 milyon. nə yazıb? Görürsünüz, USD yazıb qabağına. Bəli, USD yazıcı qabağına. Təşkilatın şöbəsi. Bu səfər sizin üçün bir şöbə əlavə edək. Nə deyək? Satın alma. Satın alma olsun. Gedək aşağı. Baxın, burada məndə bu formada da sizdə də çox güman ki, belədir. Bu gözünüzdən itə bilər ha, yəni. Buna diqqətli olun. Qalmadığınız üçün. Nə? Yukarıda geldi. Hayır. Bunu mu deyirsən? Və ona o bankla bağlı olan əməliyyat. Sən bilirsən artıq onu işləmirsən. Çünki əməliyyatı onlayn bank ilə edirsən. Gələk nəyə? Əsas məsələ budur. Hesab nömrələri. Kreditor bizim nəyimizdir? 531 nömrəli hesabımız idi. Hə. Yazıram 531. Enter deyirəm. 12. Baxın, burada nə var? Mal satan və podratçıların aşağıda çıxan sözə diqqət eləyin. Manatları. Düzdür? Bu ne? Var. İkinciyə keçirəm. İkinci nə iləndir? Valyuta ilə. Seçdim valyutanı. 243. Görək onun ikisində də var. Valyuta ilə. 243 avansı da 02 ilə seçirəm. Pul vəsaitin hərəkət maddəsi. Etdiyim əməliyyat nə əməliyyatıdır? Verilmiş avans əməliyyatı. Gəlirəm. Çıxan pul vəsaitlərin köçürülməsində yazıb görün, ver. Tutma verilmiş avans. Uşaqlar, burada məndə verilmiş avans yoxdur. Neyini? Avans. ƏDV və əsas məbləğ var. Mən əsas seçəcəm. Çünki xarici ƏDV ödəyə bilmirəm. Və bir də burada hesablaşma sənədi deyir. Əgər hesab fakturası varsa səndə ödənişin avansını, onu seçirsən. Qabağında T olan yerlər sənədləri qəbul etmək üçündür. Sənədimiz yoxdur deyə yaratmadıq. İndi aşağı hissəyə baxın, zəhmət olmasa. Mən bunu belə təsdiq versəm, sənədi qəbul edəcək. Amma bank hesabımdan 10.000 dollar azalmayacaq. Çünki burada bu qalışqanı görürsünüz uşaqlar. Bunu vurmalıyam ki, bura bank hesabından çıxımın tariximi də yazsın. Beynəlxalq köçürmə olduğuna görə bu variantı seçdim, ha bayaqkini yox. Çünki sən pulu göndərmiş ola bilərsən Türkiyəyə. Amma pul Türkiyəyə gedib getmədiyi bəlli deyil. Bank hesabından çıxıb çıxmadığı da bəlli deyil. Yəni çünki o aralıq hesaba getməlidir, aralıq hesabdan dünyanın bir quru qatıb təzədən Türkiyənin bank hesabına gəlməlidir. Yəni ortada bir müddət var. Sən vurursan əməliyyatı, əməliyyat olur sistemdə, pul çatanda hansı tarixdə səndən silindi və qarşı tərəfə çatsa, biz deyək ki, eyni gün olsun, elə təsdiq verilir. Orada kalmışken var ya avans. Yox, etdiyimiz əməliyyat zaten avans əməliyyatıdır. Bu işarəti vurdum, burada nə qaldı? Verilmiş avansı da etdim. Bir ödeme. Gözümdən bir şey çıxmadı ki. 10.000 buradadır. Bir dəqiqə. Qeyd et. Nasıl? Hesaplarda düşünüyorum. Məbləği yazmamışam. Yazmışdım axı elə. Hə, hesabı dəyişmişəm bax. Bəli.
Olsun da USD. Bir dəqiqə uşaqlar. Uşaqlar, əməliyyatı işləyəndən sonra önünə diqqət etməniz lazımdır. Bəli, bu yaşılın burada olması lazım. Bayaq aşağıdakı buradakı qalçka var ha. Bunu vurmadığımız təqdirdə burada yaşıl işarə olur, belə boş olur. Baxın, və belə. Görürsünüz? Bunu elə işləyiblər və nəticəsində qalçkası yox. Bu deməkdir ki, ödəmə tapşırığını yazmışım, amma hələ keçmir. İndi birinci əməliyyata baxmaq istəyirəm. Mənim əməliyyatım hansıdır? Altınoğlu. Müxabirləşməsini görmək istəyirəm. Üst hissədə debit və kredit bölümü var. Vururam və pulun hardan çıxıb hara getdiyini görə bilirəm. 223.2 nömrəli hesabımın kreditindən 243 nömrəli hesabımın debitinə gedib. Nə qədər məbləğ? 17.000 manat. 17.000 manat hamısında USD-si qeyd olunur. İndi gəlirəm əməliyyatıma burada baxmağa. Artıq 223.02 nömrəli hesabımın qalığı sıfırdır. Bilirəm ki, Paşa Bankdakı dollar hesabında pul yoxdur. Amma həmin pul hardadır? Məndən soruşanda deyə biləcəm. Valyuta üzrə verilmiş avansda 243.2-dədir. İndi isə bundan sonraki əməliyyata keçməmişdən qabaq birinci dayan. Uşaqlar, indi isə pulda köçdüyünə görə biz alış əməliyyatımızı aparaq. Altınoğludan malı qəbul edək. Əlbəttə ki, istənilən alış əməliyyatımız bizim alqıdan gedəcək. Mal və xidmətin mədaxili seçəcəyik. Əlavə et dedikdən sonra satın alma komissiyası seçəcək. Və OK deyib təsdiq edəcək. Əməliyyatımızın tarixçəsi düşəcək 06.12-yə 2025-ci seçdik. Ambarımız Pro ambar idi də, səhv etmirəmsə. Kontragentimiz Altınoğlu müqaviləsi də çıxdı. Alqıda mal və normal Azərbaycan şirkətində mal alınmış, xidmət alınmış kimi daxil oldum. Müqaviləmizə baxaq. USD iləndirmi müqaviləmiz? Bəli. Mal və xidmətin mədaxili. Əlavə et verdim, daxil oldum birbaşa bura. Altınoğlu'nu da seçdim. İndi mənə lazımdır alacağım mal. Aldığım mal nə idi mənim? Quru meyvə idi. Düzdürmü? Əlavə et deyirəm və nomenklaturamı seçməyə çalışacağım. Promote yeməmcə burada var. Daxil oluram. Əsas vəsait var, xidmətlər var. Mallarımız yox. Onun üçün bu səhifəni aşağı indirib, komple indirdim uşaqlar. Müəssisə, mallar, bəli, nomenklaturanı seçirəm. Promote şirkətdə daxil oluram. Yeni qovluq yaradıram. Adı da qoyuram mallar. Və OK deyirəm. İndi malların içərisində mal kateqoriyasına aid olan ehtiyatımı, yəni quru meyvəni yarada bilərəm. Əlavə et dedim. Problem deyil, sən ərzaq kimi satmaq istəyirsən, ərzaq kimi olsun. Olsun, sən də elə sinifləndirmişsən də. Olamıyor. Baxın, xidməti deyil, hazır məhsulu seçirəm. Quru meyvə kiloqramdandır, kiloqramını seçirəm. Bunları hardan əldə edirəm informasiyaları? Mənə gələn məhsulla bağlı olan məlumatlardan. İzah edəcəm indi uşaq. Bu həmin hissəyə çataq hələ. Baxın, məhsulun göstərir ki, 3000 kiloqramdır. Kiloqramı seçdim. Xammal və material yazılıb aşağı hissədə. Onu seçmirəm, gəlirəm ona malın dəyəri bölümündə. Malın dəyərini seçirəm. Hər zaman yazmadığımız bölüm var. Baxın bu hissə. Bəli, burada artıq üst düyməni vururam. Yük gömrük bəyannaməsini əlavə etmək üçün. Yük gömrük bəyannaməsini əlavə etmək üçün əlavə et deyirəm.
Nömrələri bu formada olur. Deyək ki, bizdəki nədir? 0, 125, 1, 5 dənə 0, elə olsun belə. 52, 756. 756. Eyni şey bura üçün də keçərlidir. 0, 125, 1, 5, 0, 52, 756. Burada isə əlavə dəyər vergisinin məbləğini yazmamız lazım. ədəbiyyat olur. Yəni yük gömrük bəyannaməsindəki ƏDV-nin məbləğini yazmaq lazımdır. Uşaqlar, yük gömrük bəyannaməsindəki ƏDV necə hesablanır? Sizi burasına diqqətlə qulaq asın. Orada gördüyünüz çift bakı o deməkdir ki, inkoterms qaydasıdır, beynəlxalq yük daşıma qaydası. O deməkdir ki, məhsul ölkədən çıxdığından, yəni hansı ölkədən bizə göndərilibsə, oradan çıxandan bizim gömrüyə satana qədər nə qədər xərci varsa, hər biri o xərclərin hamısının cəmi malın qiymətinin içərisindədir. Yəni qiymətə daxil. O xərclər bizlik deyil. Biz o xərcləri ödəmirik. Çift bakı olduğuna görə. Təbii ekskluziv olsaydı başqasının bizim üzərimizə düşəcəkdi. Onun anbarından bizim anbarımıza qədər qalan xərclər. O şərtlər dəyişən şərtlərdir. Onunla bağlı sizin üçün həm sənədlərin arşivlərini göstərib üzərindən gedəcək, həm də inkoterms qaydalarının özünə baxacaq. Bilmirəm sizin həmin dərsi keçməmişik o hissəsini, yük gömrük bəyannamələri xatırlamıram hal-hazırda. Amma belə baxışa düşürəm ki, təkrar bir də getməyə ehtiyac var. Baxışlarınızdan onu hiss edirəm. Amma qaydasını sizə deyə bilərəm. Yük gömrük bəyannaməsində yazılan invoice dəyərimiz var bizim. 20.000 dollar. 20.000 dolları Mərkəzi Bankın kursuna vururuq, yəni 1.7-yə. Manatla nə qədər edirsə, həmin rəqəmin üzərinə gömrük rüsumunu gəlirik. Bir rəqəm alırıq. Bu edir, misal üçün, gömrük rüsumu bizə nə qədər? 8.000. 34.000-in üzərinə 8.000-i əlavə edirik. Bizim sualımıza gömrük rüsumu 8.000 idi də səhv etmirəmsə. Rami, 300.000 dollar müqavilə bağlamısan. Sənə cəmi 20.000 dollarlıq mal göndəriblər. Nə qədər neynəməlisən? 300.000 dollar yazmalısan malı. Olmayan malı ambara yazacaqsan, 3 konteyner oyuncaq gəlir. Sonra hardan alıb verəcəksin o mallar? Gəlmədi. İran müharibə elədi, qaldı bəndərə bastı, gələnmədi. Yəni sən malı görməmiş, mal sənə gəlməmiş, götürüb o malı yazacaqsan. İndi nə olub bə? Adam cəmi 20.000 dollarlıq mal göndərib da, 300.000-ə müqavilə bağlamışam ki, il ərzində 300.000-lik səndən manatla mal alacaq. Bu cəmi hələ 20.000 dollarını göndər. Mövzuya bir də qayıdıram. Yük gömrük bəyannamələrində idxalda ƏDV-ni hesablamaq üçün nə etmək lazımdır? Gömrük dəyərinin, yəni 34.000-in üzərinə gömrük rüsumunu əlavə edib, qalınan nəticəni 18%-ə vurmaq lazımdır. Yəni 34.000 plus 8.000 toplam edir 42.000. 42.000-in 18%-i nədirsə, bizim idxalda ƏDV-bizdə o rəqəm edəcək. 34.000'dir də 20.000 dolları 1.70'e vuranda 34.000 edir. Yəni gömrük dəyəri nə oldu? Invoice dəyərinin manat qarşılığıdır. İndi orada avro ilə də ola bilər, funt sterlinqlə də ola bilər. Yəni kursuna vuracaqsan nə edirsə gömrük dəyərinin olması lazımdır. İndi nə qədər rəqəm elədi? 560. 7560 manat. Bəli, artıq hazırdır. 2 dəfə vurdum üzərində seçdim. Bir də nə istəyir məndən? Buyur. 8.000 aldım. Aha. Onu da gömrük dəyərinə əsasən hesablayırsan. Orada artıq məhsulundan məhsuluna dəyişir. Həmişə 20.000 əsasən. Amma faiz dərəcələri fərqlidir. Biri 15%-dir, gömrük rüsumu bir çeşid məhsul üzrə. Başqa məhsul üzrə ümumiyyətlə yoxdur. Başqa məhsul üzrə 10% var, 5% var. Ən çoxu 15%-dir. İndi siz 8 Nasıl çözmeyi vaziyeti? Hə. Bəli, elə götürdüm. Baxın. Yox, 20.000 bizim invoice dəyərimizdir.
Bizə nə qədər mal gəlir? 50 min gəlsəydə 50 min. Eğer sıfır verecekse sıfır gelensiz. Ya da yani hafta bekledim. Neçə faiz? Bəli. Fakti mi bir o? Yox, standart bir şey deyil ki, ancaq 20 min elə bir şey yoxdur yəni. Invoice dəyərimiz nə qədərsə, yəni aldığımız malın dəyəri. O müqavilə dəyəri, o informasiyadır sənə verir. Bəli. 15% ən çox rüsumumuzun dərəcəsidir əslində. Bu necə təyin edilir? O rəqəmi uydurmamışdıq özümüzdən 8000 gömrük rüsum. Bu hissə ən vacib hissələrdən biridir. Məhsulun mənşəsi. Məhsulun mənşəsi. Bəli, Türkiyə seçici. Çünki sən bu məhsulu alıb təkrar ixrac etdiyin zaman da o mərkəzi sertifikatla göndərəcəksən. Üçüncü bir mənşə ala bilmərsən. Azərbaycanda qablaşdırma etsən başqa mənşəyi çevirə bilməzsən. Emal etsən çevirə bilərsən. Bəli. Uşaqlar bunu yazdım. Yazmaq deyirəm. Uçot hesablarına keçirəm. Əlavə et. Promotey. Proambar. Uçot hesabı nədir? 205. Ötürmənin uçot hesabı da 205. Satış 601. Satışın xərci 701. 241. Yine 241. Və 521. Ədəbiyyatdakı okey. Malım hazırdır artıq. 105-600 bin dənə demək istiyordu. Ha. İndi gəlirəm malımı seçməyə. Quru meyvə yazıram. Rəng yox, ölçüsü kiloqramdır. Miqdarı 3000'dir. Hardan əldə elədim 3000'i? Burada göstərir mənə. 3000'dir. Məbləği nə qədərdir uşaqlar? Yəni məhsulumuzun məbləği nə qədərdir? Bəli. 34.050 manat falan yox. Yok. Dolar çevirdim. 20 bin dolar. Bax, rəqəm burada dollardandır. Sən də mənə 34.000 dedin. Gördün manatı böldü 3000'ə dollardan rəqəm yazdı. 20.000 dollar. Hayır. 1 kilogramı 6.66 yəni 67 dollara başa gəldi. Ədəbiyyat hissəsinə hələ ki bir şey qeyd eləmirik, ədəbiyyatsız qalsın. Xərc yerinə hər zamanki kimi 701'i qeyd edirik. Və bizim burada qaldığı nəyimiz? Hesabların çox hesablaması. Baxın, burada artıq 531 bir yox. 531 2 qeyd edirik. 243 2 qeyd edirik. Bura nə yazacağıq bəs? Şərhlər bölümünə mən bura nə yazmaq istəyirəm? Müəssisə rəqəm bayaq yadımdan çıxdığı üçün gedirəm baxmağa uşaqlar. Nomenklaturanın şey var idi. Aha, bu rəqəm axtarıram. Yazdım. Arkası da yazacağım. Alış qiyməti. Birazdan nə üçün yazdığımı biləcəksiniz. Okey. Buranı bağlayaq. Baxın. Ayın altısında buradan proambarlı usta. Hamısı AZN-də alışlarımızın. Altın olan USD-dir və qarşısında görün nə qeyd edibdir. Bəli, alış idi. Bunu biraz balacalaşdıra bilsəm. Bu rəqəmlər biraz çox düşüblər də. Alış qiymətinə. Mənim mütəmadi olaraq yük gömrük bəyannamələrim gələndə, mən artıq bir girib axtarım. Direkt buradan nömrəsindən baxaraqdan hansı nədir, onun fəsləri nədir görə biləm. Şurada alışımı etdim, amma işim bundan bitmədi. Yəni bu sadəcə dollarla mənim alışım. Mən bu mala görə 240 manat gömrüyə bir, təzədən 8000 manat da bir rüsum ödəmişəm. Mən bunun gömrük bəyannaməsi də etməm lazımdır.
Ama mesela bağlı 0,20'ye göndermek. Sonra kalanı gönderende. Oranı göndərəndə qalanı bir də əməliyyat aparacaq. Yani bir de 4 etanın üstüne. Ha, bax. Yəni nə qədərdirsə o qədər. Gəlirəm algıya. Algıda baxın burada nə var? İqtisal üzrə Dövlət Gömrük Bəyannaməsi. Vururam. Bu nədirsə bunu shift delete edim, silim buradan. Əməliyyatımız təmiz olsun. Əlavə et. Belə bir səhifəm açılır. Buranı diqqətlə izləyin. Burada biraz qarışıq durum var. Mən gömrükləmədə hansı tarixdə etmişəm? 8-də 08 12 2025-ci il. Baxın, 2 dənə yer var burada. Birinə yazılıb valyuta depoziti, digərinə yazılıb AZN depoziti. Burada da gömrük orqanının özünü istəyir. Üzr deyirəm. Gömrüyün özünü istəyir. Ki, hansı gömrükdür? Biz qeyd eləmişdik ki, Bakı Baş Gömrük İdarəsidir. Düzdürmü? Gəlirəm, Promoter papkasının içərisində tədarükçülər var, təsisçilər var. Bir dənə də qovluq yaradıram və deyirəm, büdcə təşkilatları. Dövlət orqanları ilə bağlı olan münasibət. Girirəm büdcə təşkilatının içərisinə əlavə et deyirəm, yazıram. Bakı Baş Gömrük İdarəsi BBGİ Bakı Baş Gömrük İdarəsi yazmaq həmin əməliyyatı oxuya edə bilir. Əlbəttə. Baxın, görürsünüz, ona müqavilə yaratmadım orada. Çünki onu burada yaratmam lazımdır. Yoxsa qarışdıracam bir-birinə. Birinci gəlirəm gömrükdə AZN depozitimi əlavə eləməyə. Əlavə edirəm. Adlandırma yerinə AZN qeyd edirəm. Əməliyyat digər olaraq qalır. OK deyirəm. Yeri burada. Üst düyməni vurdum. Əlavə etdim. Eyni müqavilə yaratmaqla müqavilənin adına AZN seçdim. Müqavilə növünü digər seçdim və valyutası da AZN olaraq saxladım. Və OK dedim. Eyni əməliyyatdan birini də valyuta depoziti dollar üçün edirəm. Yine üst düyməni vurdum. Əlavə etdim. Adlandırmanı artıq USD seçdim. Valyutanı da USD seçdim. Və digər olaraq da saxladım. Və OK deyirəm. Biri AZN ilə, biri dollarla. İnşallah baxın, burada görün nəyi var? Yük gömrük bəyannaməsinin nömrəsi var. Gəlirəm. Ən sondakı idi da bizdə, səhv eləmirəmsə. 7560 manat olan. 2 dəfə vurdum. İndi rəqəm doldurmağa başlayıram. Deyir, əməliyyat haqqı, yəni xidmət haqqı nə qədərdir? Bizdə nə qədər idi xidmət haqqı? 240 manat. 240 manatı yazdım. İkincisi, gömrük cəriməsi var deyil, yoxdur. Keçirəm ikinci hissəyə. Yük gömrük bölməsinə. Keçdim. Situasiya burada dəyişdi. Birinci uşaqlar, alt hissəni görürsünüz. Bura var ha. Burada 3 dənə xət var da. Alt hissəyə mən öz bu gömrük üsulları, xərclər hansı alış üçün çəkilmişdir? Bu alışı seçməm lazım. Əlavə edirsən ki, gəlsin da. Valyutasında dollar seçmişsə. Baxın, bu aşağı hissədə sənədimizi bura gətirmək lazımdır. Bir əlinə yazmaq lazımdır. Mədaxildən əlavə etmək. Baxın, doldurmaq var, vururam onu. Mədaxildən əlavə etmək seçirəm. Mənim şirkətim üçün etdiyim bütün mədaxilləri mənə göstərir. Mən hansı seçəcəm? Altın oğlunu, budur da məndəki.
2 dəfə vurdum, onun informasiyası düşdü bura. Bir də bunu mən əlimdə doldurmadım. İndi bura mənim əlavə edəcəyim əməliyyat olması lazımdır. Axı gömrük rüsumu, idxalda ƏDV burada bölüşdürülməsi lazımdır. Onun üçün gəlirəm, gömrük rüsumu yerinə 8000, idxalda ƏDV yerinə isə 7000 nə qədər idi o? 560. Ha. Dördü. 34.000 üzerine geldi. 8.000'i burada 18%. 560. 7.560. Bunu yazandan sonra burada bölüştürmek yeri var ya uşaqlar. Onu bir defa vurursunuz. Yani rüsum yerine ədəbi yerine koyun. Size gələ bilər ki bu sadə ne var idi bunu buraya yazmağa. Elə değil. Bir de görürsünüz burada 300 tane mal olur. 300 çeşit mal olur. O bölüşdürməyə vuranda ora hərəsininki nə qədərdir öz qabağına yazır. Bu maya dəyəri çıxartmaq üçün bizim üçün həyati vacibdir. Dedik. İndi isə bu nədir? Əlavə olaraq heç. Əsas məsələ. Buranın şəklini falan çəkin. Rəqəmlərin yazı yadınızda qalsın bu hissəni minnoy. Gömrüklə hesablaşmanın çotu 538. Siz nasıl çıkıyor? Bəli. Şimdi aslında imkanı ben ben yaşayacağım. Yeşil, eklemez. Ne bu yukarıda bir şey bilmiyormuş. Yəni 538 Gel. cərimələr üzrə xərclərin Cəmləmişim. çöp hesabı 731. Olarsa yazaq da xərc maddəsi. İcarə salimət xərci yoxdur. Əlavənin içində var bəlkə cərimə. Aha. Ne olsun şimdi? Burada adını. Bir de Avanslar üzrə isə 243 1. Buyurun. Zəhmət olmasa bu hissəni çəkin. Və yaxud da mən belə də edə bilərəm. Bundan edim ki, atım sizə təzələnən ki, attım artıq sizləmiyoruz. Baxın, bayaqki şərh yeri var. Həmin o şərh yerinə yük gömrük bəyannaməmizin nömrəsini kopyalayıb yazacağım. Yazacağım və deyəcəm gömrük rüsumu qeyd et. Nə deyir? görmüyoruz fazla. Geliyor. Bildirəməmişik. Bildirəmişik. Yok, su da yani. Düzgün geliyor. Əməliyyatımızın dövləyə qalx cədvəlinə baxaq. Baxın 205 538-ə öhdəlik hesablayıb. ƏDV-nin malın üzərində gəlməyib və xidmət haqqında şeyin üzərinə əlavə edibdir. Nədir onun adı? Malın üzərinə əlavə edibdir. Artıq mallarımızın dəyəri gəlirik baxaq. 205 var. Malımın dəyəri görün nə qədərdir? 42.240 manat. Artıq rüsumun xidmət haqqının üzərində gəldi. İndi uşaqlar, əsas bir dənə mövzumuz qaldı. Onu da göstərim. Bunun adı əlavə xərcin daxil edilməsidir. Mənim alış əməliyyatım var idi. Mal və xidmətlərin mədaxili. Brokeri 500 manat pul borclamışdım. Düzdürmü? Broker hansı məhsul üçün idi? Altın oğullar üçün. Gəlirəm bunun üzərində, bu əməliyyat yenidir. Sizin işinizi çox rahatlaşdıracaq. Diqqətiniz də burada olsun. Sağ düymə. Üstəm uşaqlar. O getmirəm. Sağ düymə.
əsasında malların və xidmətlərin nə getdi bu? Əlavə, aha, burada. Əlavə xərcin daxil edilməsi. OK verirəm. Artıq sənədimi bura gətirdim. Buradadır. Mənə bu əlavə xərc Altınoğullarından gələcək, yoxsa MyHelper-dən gələcək? Şirkət adımıza baxaq. 500 manat kimə borcu idi bizdə? Broker şirkəti. Bunun qabağına adını da yazaq. Normal borcumuz var. Market. Bəli. Bu nedenle borcu bağlı. Bəli. İnsan bizim bayağı yazılı sağlar. Ben Tamamilə doğrudur. Mən indi promoter şirkətinə daxil oluram. Tədarükçülərdə. Burada MyHelper'imiz yoxdur. Əlavə et. Helper, MMC, hüquqi şəxs, OK deyirəm. Avtomatik deyir, valyuta, mən də OK deyirəm. Yəni, amma MyHelper-dən olan əməliyyat bunu dollarla idi, dollarla göstərirdi. Mən onun müqavilənməsini manatla götürürəm. Asnomlu doqavorunu dəyişirəm. Edirəm xidməti müqavilə. Təchizatçı ilə azeldir, doğrudur. Seçdik. Nə qədər məbləğ idi o? 500 manat. Qeyd etdim. Necə bölüşdürülsün? Məbləğə bölünüb malların üzərinə gəlsin, miqdara bölünüb malların üzərinə gəlsin. Malın bir çeşid olduğuna görə miqdar deyirəm. Çeşidlərim çox olsa məbləğ deyəcəm. Aydındır? Bir çeşid məhsul idxal eləmişəmsə miqdara. Çoxlu çeşid məhsul idxal eləmişəmsə məbləğə. Əlbəttə. Bunu da etdik. İnşallah burada görürsünüz əlavə xərc gəlib düşmədi. Siz narahat olmayın. Burada 701-nizi qeyd edin. Dəqiqə. Oldu mu? Ne yazın bu? 701. Aha. Və münasibat hesablarının çox hesabı. 531, 1, 243, 1. İstəyirsiniz bunu da çəkib atarım sizə. Bu insan aile başında. Siz olmuşsunuz. Ha, yaxşı. Ne değil. İndi qeyd et deyirəm. 500 gəldi, düşdü. Tariximiz nə zaman olacaq? 18, 12, 2025. Və okey. İndi uşaqlar gedirəm əməliyyata bir də baxmağa. Dövriyyə balans cədvəlimdə hesablar, dövriyyə balans cədvəli, tərtibi. Mallarımız 42.740 oldu. Və digər əməliyyatlarımız da onun kimi. Sizə bir dənə sualım var. Obşahamız. Biz hansı əməliyyatı etmədik? Eminlə bu yazdığımız yerə qədər. Biz avans vermişdik, düzdür. Mal da gəldi. Bəs avansı bağladıq. Yok. Əllə bağlısı oldu. Bilmirəm. 243-də mənim avansım var idi. 242-də 17.000. Yok. Bax, özü bağlı. Bax, özü bağlayıbdır. Görürsünüz uşağı. Nə zaman bağladı bunu bilirsiniz? Gəlin oraya. Gəldilər. Seyir. Niyə Altınoğlu'dan malı aldın, alış əməliyyatı etdin, mal və xidmətin mədaxili. Onu edəndə artıq o avansını bağlamışdı. Baxın müqabilləşməyə. 531-2-nin debitinə birinci avansı bağladı, sonra öhdəliyini yaratdı. Yox, onda avans verdi. O tarixdə eləmədi ki, mən malı aldığım tarixdə elədi, bax. 06-12'də. Biz pulu 05'te göndermemiştik. Müqavilə bağlayanlar. Bizim öhdəliyimiz yarandığı təqdirdə.
Yəni əməliyyatı doğru qeyd etdiyiniz zaman, şeylərdə problem yoxdur. Siz deyin. Onu unutdum. Avansların, gələcək dövrün xərcini bağlanmağında problem yoxdur. Bu da 7. Bundan sonraki hissə isə sadəcə Besbankdan aldığım malların dəyərini və miqdarını məhsulun qiymətinin üzərinə əlavə olunmasıdır. Əlbəttə ki, bunu növbəti hissədə, əməliyyat çox oldu.